Bədənin niyə şişir, niyə ödəm yığır? Gün keçdikcə ayaqların bir tərəfdən, bədənin də bir tərəfdən şişməyə başlayır. Qardaş, elə bir ki, kimsə sənin nasos qoşub, gedir gəlir, hava vurur, sən şişirsən. Bilirsən niyə? Çünki limfa dövranın pozulub. Xüsusən də oturaq həyat tərzi keçirən insanlarda limfa dövranı pozulur. Ayaqlar şişir, bədən maye yığır, ödəm yığır. Bəs bunun qarşısını necə almaq olar? İlk növbədə səhifəni takip edib, videonu bəyənib paylaşaq ki, ehtiyacı olan digər insanların qarşısına çıxsın və mənə diqqətlə qulaq as. Çünki bu tədbiri görməsən, dərində selülitlər, ayaqlarında varikoz damarlar çıxmağa başlayacaq. Apteklərə yaxınlaşaraq kanur drenaj çay alırsınız. Bu çayı hər gün dəmləyib içsəz, orqanizminizdə limfa dövranını bərpa edəcək. Limfa dövranı pozğunluğunu aradan qaldıracaq. Nəticədə selülitlərin yaranmasının, varikoz damarların çıxmasının riskini minimuma indirəcək. Ölkənin bütün apteklərindən əldə etmək mümkündür. Əlavə suallarınız varsa, rəylər bölməsinə qeyd etmək